həyatda mübarizə aparmaq lazımdır. Bu dünya sanki bir enişli, yoxuşlu yoldur. Hər şeyə sinə gəlmək lazımdır. Hər bir çətinçiliyin axırında da bir rahatçılıq var. Hər zaman getdiyin yolda dik get. ...2008-ci ilin noyabr ayının 16-sında Tərtər rayonu Qaradağlı Qatanlı istiqamətində hardasa 20 yaşının tamamına biraz qalmış, niyyə düşmüşdü, cavan bir oğlan olaraq. Türkiyədən gələn hansı ki cərrah var idi. Həkim demiş ki, xeyr, mümkün deyil bunun görünməsi. Amerikadan gələn həkim də baxdı, dedi ki, qeyri-mümkünsüzdür, yəni bunun görünməsi heç bir zaman mümkün deyil. Ondan sonra artıq ümidiniz üzüldü, gözünün görünməsi ilə bağlı. Bir çox plastik əməliyyatlar keçirdim üzündə. 2010-cu ilin may ayında, may ayının 30-u ailə həyatı qurdım. Yenə ona baxmayaraq, mən özünə qatanmış şəkildə olmuşdum. Deyən olar ki, mən belə deyək də, yəni bu ninadan sonra, gözlərini itirdikdən sonra, mən evdən sonra çox həssas hallarda çıxırdım, yəni tək hallarda çıxardım. Mənim bir dostum vardı, mənə dedi ki, dizin kimi görünənlər çoxdur və istəsən səni onların əhatəsinə qoşa bilərik. Və məni qoşdu həmin görünən gəldi insanların içinə. Və mən ondan sonra insanları tanımaya başladım. Yəni mənim kimi görmə əngəlli olan insanları tanımaya başladım. Qarşına bir məqsəd qoydum ki, mən artıq bu evdə özümə qatanma halından çıxmalıyam və mən də aktiv olmağa çalışmalıyam. Məlumat aldım ki, kompüter üzrə Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhər peşə məktəbində kurs açılır. Mən müraciət elədim, qəbul elədilər və mən gəldim 2 ay, ilk dəfə 2 ay Bakıda tək qaldım. Metrodan istifadə etməyə çalışmaya başladım, baxırdım ki, insanlar da gedir, mən də çalışırdım. Qarşına məqsəd qoydum ki, mən hər yerə tək gedib gələcəm, çəliklə istifadə edərək. Kompüter kursunu yüksək balla bitirdim və 50 bal üzərində mən 47 balla bitirdim. Bakı şəhər bir nömrəli tibb kollecinə artıq imtahan vermişdim mən həmin zaman və yüksək bal toplamışdım. 147,6 bal toplamışdım. Bir məqsəd qarşına qoymuşdum ki, mən oxumalıyam. Nə olsun, çətinçiliyin olsa da, yıxılsan da, yəni çox şeylər başımıza gəlir. Ancaq ona baxmayaraq bu günlərindən Allaha şükür, yəni tibb kollecində oxuyuram, çox gözəl də oxuyuram. Bütün öz ayağının üzərində durmağa çalışıram. Bu arada da deyim, bütün metro işçilərinə öz təşəkkürünü bildirirəm. Metronun qatısının çıxacağına qədər məni gətirirlər və oradan bəri artıq mənim öz yaddaşıma, ağlıma qalır ki, nə cürə gəlməliyəm. Birinci növbədə bu əziyyətə qatlaşmamın səbəbi mənim evladlarımdır. Ola bilər bu günləri mənim gözlərim görməsin. Ancaq elə istəyirəm ki, evladların heç bir zaman yoxdur sözünü eşitməsinlər. Hər zaman fikirləşsinlər ki, onların arxasında ataları dayanıqdır. Yəni, mənəvi, maddi olaraq ataları arxasındadır hər zaman. Gözləri görməsə də, gözdən əlil olsa belə. Anadan gəlinə, istər sonradan, istər hər hansısa bir partlayışdan, yaxud fərqi yoxdur, əlil olsun. Yəni, o insanlara mənim buradan deyilən odur ki, hər hansısa bir peşəni, təhsilini gəlirsə, bacarırıqsa bunu eləmək lazımdır. Evdə oturmaq lazımdır. Çünki evdə insan otursa özünə daha da qatanır. Bu günlərindən Bakıya gəlmişəm, oxuyuramsa, o deməkdir ki, bu mənim öz iradənin güclənməsinə gətirib çıxardır, azad olmağıma gətirib çıxardır. Mən fikirləşirəm ki, gözdən əlil olaraq nə isə bacarıram bu günlərindən, nəsəsin öz ayağının üstünə durmağı bacaran bir insanam. Həmçinin ondan əlavə əlillərin valideynləri də çox sıxır öz evladlarını, onu eləmə, yıxılarsan, ora getmə,
yaxşı olmaz, bura getmə, deyilənə. Məncə bu düzgün deyil, eləməsinlər bunu. Öz evlatlarının bir şans yarasınlar evlatlarına, oxumaqlarına, təhsil almaqlarına, öz ayaqları üzərində durmağı evlatlarının dəstək olmağa çalışmalıdırlar. Yəni öz evlatlarına hansısadır əlil kini, nəsə kini baxmasınlar, dadır əşya kini, nəsədir artıq kini baxmasınlar. Allah'a şükür, sosial şəbəkə dedirdi, internet dedirdi, hər şey əlimizin altındadır. Araşdırın, dünyaya açılın, nələrdən istifadə edə bilərsiniz, onlara baxmaq lazımdır. 44 günlük müharibədən sonraki hansı ki qələbə qazandıq, zəfər qazandıq. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı, Allah şəfa versin. Hansı ki Qaradağda ana-nanın əməkdaşları öz həyatını riskə ataraq minaların təmizlənməsində iştirak edirlər. Və bütün ana-nan işlərinə öz təşəkkürünü bildirirəm buradan, minnətdarlığımı bildirirəm, öz adından, ailəm adından öz təşəkkürümüzü bildiririk. Ondan əlavə bütün hansı ki Qaradağ bölgəsinə gizlin, xəbərsiz keçən insanlar ki var, yaxud da icazə ilə keçirlər, ondan əlavə icazə ilə keçdikdən sonra isə icazəsiz yerlər ki var, ora icazəsiz keçirlər, minalıq zonalardır. Mənim onlara tövsiyəm ola bilər ki, keçinəsinlər heylədir yerlərə. Çünki sonraki teşnançılıq heç nəyə fayda vermir. Yəni mən göz qabağındayam. Mən özüm də minadan zərər görmüşəm və bu günləri gözlərimi itirmişəm, yaxud da ki, bir neçə zədələrim var. Yəni, bir səhv sizin həyatınıza son verə bilər. Ondan əlavə də sizdən sonra sizin ailənizdə, əzizlərinizdə çox böyük faciələr baş verdirə bilər. Ona görə də məsləhətim budur ki, heç biriniz, yəni o hansı ki, minalı zonalara keçən, yaxud da keçən insanlar var ki, öz təsiyyəmdədir ki, keçməyin. Öz həyatınızı riskə atmayın.